Mübarizəyə dəvət mümkün qədər qətiyyətli olmalı, düşməni maksimum dərəcədə təhrik etməlidir ki, bütün gücünü səfərbər etsin. Nəhayət aciz olduğunu gördükdən sonra düşmən əmin olsun ki, qarşılaşdığı kitab bəşər düşüncəsinin məhsulu deyil, həqiqətən də Allah tərəfindən göndərilmiş bir kitabdır. Məhz bu önəmli cəhətə növbədə ayədə toxunulmuşdur. Əgər bunu bacarmırsınızsa, heç bacara da bilməyəcəksiniz. O halda kafirlər üçün hazırlanmış yanacağı günahkar insanlardan və daşlardan, bütlərdən olan oddan qorxun. Ayənin ərəbcə orijinalındakı vəqud sözünün mənası kibrit və ya digər vasitələrlə yaranan qığılcım deyil, məsələn, odun kimi alışan yanacaq deməkdir. Bəzi təfsirçilər ayədəki daşlar sözünün mənasının daşdan hazırlanmış bütlər olduğunu bildirmiş və bu iddianı Ənbiya surəsinin 98-ci ayəsi ilə əsaslandırmışlar. Həmin ayədə belə deyilmişdir: Siz və Allahdan başqa tapındıqlarınız cəhənnəmin odu olacaqsınız. Digər bir qrup təfsirçi burada daşlar deyildikdə, hərarəti digər daşlardan daha çox olan kükürt daşlarının nəzərdə tutulduğunu bildirmişdi. Başqa bir qrup isə belə hesab edirmiş ki, bu ifadədə əsasən cəhənnəm odunun hərarətinin həddən artıq çox olması nəzərdə tutulmuşdu. Yəni oranın hərarəti və yandırıcılıq qabiliyyəti o qədər güclüdür ki, hətta insanları və daşları da odun kimi yandıra bilər. Daha çox insan faydalansın deyə bu videonu bəyən və yadda saxla.